Salam, hər vaxtınız xeyir. Bugün sizlərlə 5-ci sinifdən qaldığımız yerdən davam edəcəyik. Kanalıma abunə olub bəyənməyi unutmayın ki, videolarıma davamı gəlsin. İndi isə başlayaq musiqidə ana obrazından. Deməli, musiqidə ana obrazı da bütün dövrlərdə ədəbiyyatda olduğu kimi musiqidə də, incəsənətdə də öz əksini tapmışdı. Kitab-ı Dədə Qorqudda ana obrazı vətən rəmzi kimi ümumiləşdirilmişdi. Dastanda mükəmməl qadın və ana obrazı yaradılıb. Deməli, burada da Burla Xatundur. Burla Xatun həmən ana obrazının obrazıdır. Həm güclü qadın kimi, həm də gözəl qadın kimi Burla Xatun göstərilmişdi obrazda. Cahangir Cahangirovun ana mahnısı var. Sözlər İslam Səfərlinindir. Bu da ana mövzusundadır. Rafael Santinin Florensiya Madonnası burada ana qucağında uşaq şəklində göstərilmişdir. Rəsm əsəridir. Daha sonra burada Bunu da bilin var. Cahangir Cahangirovun Arazın Otayında simfonik poeması var. Sonra vokal simfonik poeması var. Xor və simfonik orkestr üçün yazılmışdı. Bunun diqqətdə saxlayın ki, Arazın Otayında xor və simfonik orkestr üçün yazılmış vokal simfonik poema. Sonra burada dostluq haqqında mahnısı var. Bu mahnıdır. Deməli, sertifikasiya imtahanında da düşmüşdü. Dostluq haqqında mahnını tamamlayın. Dostluq haqqında mahnısıdır. Mahnı kantatasıdır, daha doğrusu belə deyək. Füzuli Nəsimi kantatalardır. Dostluq haqqında mahnı Füzuli Nəsimi bunun 3 kantatasıdır. Sabir Hüseyn Cavid 59 böyük qələbə isə oratoriyasıdır. Azad Müğənninin Talehi operalarıdır. Yenilməz Batalyon Dəli Kür isə bədii filmə yazdığı musiqi nümunələridir. Mikayıl Abdullayev də Sevinç tablosunu ana mövzusunda çəkmişdir. Burada dinlədikdə Cahangir Cahangirovun Əziz ana mahnısını göz önünə gəlir. Anam mahnısı var Oktay Rəcəbovun, sözləri Qəşəm İsabəylinindir. Rəqs xarakterlidir, 8 dağıntı xalının ölçüsünə malikdir, oynaqdır, şəndir və mahnı rəqs kimi də gedir anam mahnısı. Musiqidə Novruz bayramı əsasən suallarda heç belə deyək düşmür, amma ki yenə də məsələn burada Arif Hüseynovun Novruz silsiləsindən olan Ot çərşənbəsi var. Rəsm əsərdə onu bilək. Uzundərə Azərbaycan xalq mahnısının notları var. Medorata tempindədir, mezzo forte, 8/6 xanə ölçüsünə malikdir, 1 bemolludur. Yəni fa major tonallığında da si bemol var burada. Novruz gəldi mahnısı var. Oktay Rəcəbovun sözləri Sevinç Nuri qızınındır. Bu da şən xarakterlidir. 8/6 xanə ölçüsünə malikdir. Musiqidə Kərvan mövzusu. Musiqidə Kərvan mövzusu dedikdə gözümüzün önünə Sultan Hacıbəyov gəlir. Sultan Hacıbəyov Kəminə və Qazı operası yazmağa başlayanda yarımçıq qoyur və daha sonra həmin musiqi ilə Kərvan simfonik lövhəsini yazmağa başlayır. Kərvan simfonik lövhəsini dinlədikcə insanın gözünün önünə uçsuz-bucaqsız səhra canlanır. Uzaqdan gələn dəvə kərvanının addım səsləri. Kərvan getdikcə yaxınlaşır, səslənmənin gücü artır. Yəni 2 piano ilə gəlir, 4 forte ilə yaxınlaşır. Daha sonra isə kərvan uzaqlaşdıqca göz önündən itir, 3 piano ilə səslənir. Kərvanın hərəkətinin ritmini əl çalmaqla tuta bilərik. Burada 4/4 vəyə sayılır. C kimi yazılıb. O 4/4 vədir. Göründüyü kimi kərvanın səslənməsində 2 piano dinamik səslənmədə 4 forte gücünə qədər artır. Kərvan bizi tərk edəndə isə səslənmə 4 fortedən 3 pianoya qədər azalır. Və artıq get-gedə daha da azalır. 4 çərək ölçüsü xanədən ibarətdir. Yəni dediyim kimi 4/4 ölçüyə malikdir. Xalq artisti Sultan Hacıbəyov Kərvan simfonik lövhəsini 1945-ci ildə yaradır və 1955-ci ildə Niyazinin dirijorluğu ilə lentə alınır. Daha sonra isə Kərvan mövzusunda ilk dəfə rus bəstəkarı Aleksandr Borodin
müraciət etmişdir. O, Orta Asiya adlı simfonik əsərində Asiya səhralarının qızmar günəş altında aramlı addımlayan dəvə karvanı obrazını musiqi vasitəsilə böyük sənətkarlıqla təsvir edilmişdir. Desələr ki, sualda karvan mövzusunda uçsuz bucaqsız səhra canlanır. Bu hansıdır? Karvan simfonik lövhəsidir Sultan Hacıbəyovun. Desələr ki, karvan mövzusunda sualda qızmar günəş altında aramla addımlayan dəvə karvanı deyiləndə bu Orta Asiya simfonik əsərini götürürük. Yəni bizi çaşdırmaq üçün sualda verə bilərlər. Amma ki biz yəni çaşmamaq üçün mən sizə deyirəm ki, izah edirəm ki, sualda, sertifikasiyada və yaxud da ki miqdə qarşınıza çıxsa, desək ki, karvan mövzusunda uçsuz bucaqsız səhra canlanır deyəndə karvan simfonik lövhəsini götürürük. Amma ki qızmar günəş altında dəvə karvanı deyəndə bu Orta Asiya simfonik əsərini götürürük. Ürək doymaz Bakıdan mahnısının musiqisi Şəfiqə Axundovanındır, sözləri İskəndər Coşqunundur. Musiqidə qəhrəman obrazı bilirik ki, bir çox qəhrəmanlar var musiqidə. Qaçaq Nəbidir, Koroğludur, obrazlar var. Burada da Koroğlu operasından söhbət gedir. Bəstəkar Üzeyir Hacıbəyli Koroğlu operasının Koroğlu dastanının motivləri əsasında yazılmışdır. Məsələn, sualda yenə də düşür ki, dastan əsasında yazılmış operalar Şah İsmaildir, Koroğludur, Aşıq Qəribdir. Bunlar dastan əsasında yazılmışdılar. Qəhrəmanlıq dastanı. Həmən qəhrəmanlıq dastanına da 1960-cı ildə film çəkilmişdi. Deməli, operaya Üzeyir Hacıbəyli musiqi yazmışdı. Amma filmin deməli, bəstəkarı Cahangir Cahangirov olmuşdu. Filmdə xalq qəhrəmanı Koroğlu obrazını ssenari müəllifi Sabit Rəhman idi, qulluqçu rejissoru Hüseyn Seyidzadə idi, bəstəkarı Cahangir Cahangirov idi. Koroğlu rolunu Əfrasiyab Məmmədov çəkmişdi. Uvertura xalqın yaxşı və pis günlərinin əvəzsiz yol yoldaşı olmuş, onu ruhlandırmış, mübarizəyə səsləndirmişdir Koroğlu operasında. Uverturada fransız sözü olub açmaq deməkdir. Məsələn, uverturadır, müqəddimədir, böyük əsərlərdə əsasən müqəddimə muğamda da var. Muğamda da var, böyük səhnə əsərlərində də var, uverturada böyük səhnə əsərlərində var. Giriş hissə deyəndə ancaq mahnının giriş hissəsi, musiqinin, yəni mahnının, kiçik həcmli, kiçik mahnıların, burada oxunan mahnıların giriş hissəsinə giriş hissə deyilir. Uvertura böyük əsərlərin giriş hissəsinə deyilir. Opera, balet, operatda. Sonra müqəddimədə həm muğamda, həm də ki böyük əsərlərin giriş hissəsinə deyilir. Deməli, uverturada fransız sözü olub açmaq deməkdir. Giriş hissə deməkdir də, yəni əsəri açmaq, belə deyək. Əsərə çəkilmiş eyni adlı filmdə xalq qəhrəmanı Koroğlu obrazını görəndə unudulun qulaqlarımıza Koroğlu operasının uverturası səslənir. Koroğlu obrazının ilk ifaçısı da Bülbül olmuşdur operada. Bunu da yadımızda saxlayaq. Burada deyir ki, Koroğlu rolunda Əfrasiyab Məmmədov çəkilmişdir. Rolda, filmin rolunda çəkilmişdir. Amma deyir ki, operada Koroğlu obrazının ilk ifaçısı Bülbül olmuşdur. Azərbaycan xalq musiqisinin qəhrəmanları onların döyüş yollarına həsr olunmuş biri də Qaçaq Nəbidir, bayaq dediyim kimi. Qaçaq Nəbinin mahnısı da, Qaçaq Nəbinin özü də xalq qəhrəmanı olmuşdu. Qaçaq Nəbidə Azərbaycanın xalq mahnısı var, orta tempdədir, mezzo forte və 8/6 xanə ölçüsünə malikdir. Qaçaq Nəbi filmi də 1985-ci ildə Azərbaycan Film Kino Studiyasında çəkilən Qaçaq Nəbi filmi el qəhrəmanının şücaətindən bəhs olunur. İkinci adı da Atları Yəhərləyindir. Atları Yəhərləyin filminin məsələn desələr ki, adı nə olmuşdu? Qaçaq Nəbi. Qaçaq Nəbi adının filminin digər adı nə olmuşdu? Atları Yəhərləyin olmuşdu. Filmin də baş rolunda Həsən Turabov iştirak etmişdir. Burada Ölməz Sərkərdə var. Ölməz Sərkərdə mahnısı Həz Aslanova həsr olunmuşdu. Musiqisi Süleyman Əsgərovun, sözləri Cavad Cavadındır. Musiqidə Don Kixot obrazı. Bildiyimiz kimi Azərbaycanda ilk dəfə gravür janrını gətirən Qara Qarayev olmuşdu. Don Kixot simfonik gravürlərini də yaratmışdı və Don Kixot filminə musiqi də bəstələmişdi.
Don Kixot məşhur İspan rəssamı Pablo Picasso, yazıcı Cervantesin Don Kixot romanının qəhrəmanı Don Kixotun obrazını qravür üsulu ilə işlədiyi eyni adlı əsərdə əbədiləşdirilmişdir. Romanda yazıcı parodiya, satira üslubunda istifadə etmişdir. İspaniyanın feodal qayda-qanunlarını tənqid edirdi. Rejissor Grigori Kozintsev Don Kixot romanının nəşr olunmasının 350 illiyinə həsr olunmuş eyni adlı filmə Qara Qarayev musiqi bəstələmişdi. Qara Qarayev sonradan Don Kixot filminə yazdığı musiqi əsasında Don Kixot simfonik qravürlərini yaratmışdı. Beləliklə Azərbaycana qravür terminin ilk dəfə bir janr kimi Qara Qarayev gətirmişdi. Qravür də nəyə deyilir deyiləndə bərk materialdan çəkilmiş, relyefləşdirilmiş və ya basma üsulda çəkilmiş şəklə deyilir. Don Kixot rəsm əsərini kim çəkmişdir deyəndə Pablo Picasso yada düşür. Burada səyahət var. İnşallah ki 7-ci sinfi izah eləyəndə sizə bunun hissələrini də izah eləyəcəm. Qalsın 7-ci sinifə. Deməli, musiqidə zəriflik, məhəbbət hissləri Aldonsanın obrazını öz təzahürünü tapır. Vətən haqqında mahnı var, Niyazinindir, sözləri Süleyman Rüstəmindir. Bəyət Şiraz muğam əsasındadır, 8/6 xanə ölçüsünə malikdir. Yenə də dediyim kimi 8/6 xanə ölçüsünə malik olanda nə olur? Şən xarakterli və oynaq olur. Orta tempdə səslənir. Vətənpərvər mövzusunda yazılmışdı. Musiqidə təbiət mənzərəsi. Rimski-Korsakov deyirdi: Gözəl rəsm əsərini mən mütləq eşidirəm. Yaxşı musiqini isə görürəm. Görürsünüz burada necə təzad təşkil edir? Deyir, mən rəsm əsərini eşidirəm, yaxşı musiqini isə görürəm. Bir-birinə təzadlı şəkildə deyir. Doğrudan da Azərbaycan xalq rəssamı Səttar Bəhuzadənin təbiət təsvirlərinin hər birinin sanki öz musiqisi var. Yəni burada demək istədiyi Korsakovun nədir? Yəni mən rəsm əsərinə görəndə gözümün önünə musiqi canlanır. Bir musiqini də eşidəndə göz önünə bir rəsm canlanır. Bu məntiqlə yanaşaq. Və Səttar Bəhəzadə Azərbaycanın ecazkar təbiətini heyrətamiz ifadə etmişdir və Bakıda yaz səhəri gözəl bir rəsm əsəridir. Şur muğamını dinləyəndə də bizim göz önümüzə təbiət mənzərəsi gəlir. Deməli, Azərbaycanın ilk simfonik muğam yaradıcısı Fikrət Əmirov olmuşdur. 3 simfonik muğamı vardır. Şur, Kürdov şairi və Gülistani Bayatı Şiraz. 1948-ci ildə yazmışdır Şur və Kürdov şairini. Şur simfonik muğamının əsrarəngiz təbiət mənzərəsi musiqi dili ilə təsvir edilir. Bəstəkar Kürdov şairi simfonik muğamında təsvir imkanlarının olduqca böyükdür. Şur muğamının şimai, səms rəngi. Burada notları yadımızda saxlayırıq və yaxud da ki, evdə pianomuz varsa ifa edirik ki, yaddaşımıza daha da yaxşı qalsın. Burada göz yaddaşımızdan yadımıza saxlayaq və musiqisini ifa edəndə daha yaxşı adamın yadında qalır, belə deyək. Şur muğamının simai şəms rəngi təntənəli xarakterlidir, 4/2 xanə ölçüsünə malikdir, sol minor tonallığındadır və tar, kamança və dəf ilə müşayiət edilir. Birdən sual düşə bilər ki, Şur muğamının simai şəms rəngi xarakteri necə idi? Hansı ifaçılar ifa etmişdi? Tar, kamança və dəf müşayiət edirdi. Rəng nəyə deyilir? Muğam şöbələri arasında xanəndəyə istirahət vermək üçün ifa edilən rəqsvari musiqi parçalarıdır. Bənövşə mahnısının musiqisi Sultan Hacıyevin, sözləri Mirmehdi Seyidzadənindir. Musiqidə neftçi obrazı. Neftçi deyəndə Xəzər dənizi göz önünə gəlir. Neft daşları dünyanın dəniz üzərində qurulan ilk şəhər və neft platformasıdır. Tahir Salahov da Təmirçilər rəsm əsərində neft daşlarından bəhs etmişdir. Deməli, Xəzərin şahə qalxan dalğalarını sinə gələn neft daşları təsvir olunmuşdur. Qəhrəman neftçi obrazını və şahə qalxan Xəzər hər zaman təsvir cəsədlə yanaşı musiqinin də diqqət mərkəzində olmuşdur. Deməli, Neftçi Qurban mahnısı musiqisi Ağabacı Rzayevanın, sözləri Hüseyn Arifindir. Dahi müğənni Bülbülün, Rəşid Behbutovun, Gülağa Məmmədovun, Anatolu Qəniyevin və digər ifaçıların da bu Neftçi Qurban mahnısını səsləndirmişlər.
Tahir Salahov Xəzər Səhəri, sonra Toğrul Nərimanbəyovun Xəzər, Kamil Nəcəfzadənin Neft daşları da əsərə baxdıqca Neftçi Qurban və onun kimi bir çox qəhrəman neftçilərin obrazı göz önünə gəlir. Ağabacı Rzayevanın Neftçi Qurban mahnısı da Tofiq Quliyevin yaradıcılığında neft daşları obrazı əbədiləşdirilir. Tofiq Quliyevin də, belə deyək, yaradıcılığında neft daşları obrazı əbədiləşdirilmişdir. Və neft daşlarını yaşayıb işləyən qəhrəman neftçilərin həyatından bəhs edirdi. Burada Möcüzələr Adası Bədi filmindən yazdığı musiqi var idi ki, bu da neft daşlarına. Deyə bilərlər ki, Tofiq Quliyevin hansı filmin neft daşlarına həsr olunmuşdu? Möcüzələr Adası filmindən yazdığı musiqi neft daşları mahnısı elə neftçilərə həsr olunmuşdu, neftçilər peşəsinə həsr olunmuşdu. Dostluq mahnısından bir parça. Deməli, Möcüzələr Adasında burada Dostluq mahnısı, Dostluq mahnısı Bəxtiyar filmindən idi, belə deyim. 1955-ci ildə çəkilmişdi Bəxtiyar filmində. Bu da Xəzər dənizinə həsr olunmuş bir film idi. Keçən əsrin 60-cı illərində. Dostluq mahnısı 4 dost, 4 ürək, 4 yoldaşıq biz belə bir mahnıda çox maraqlı bir mahnıdır. Qaya vokal kvarteti bunu ifa etmişdi. Musiqisi Tofiq Quliyevin, sözləri Ənvər Əlibəylinindir. Musiqidə Ulu Öndər Heydər Əliyevin obrazı. Heydər Əliyevin obrazı deyə bilərdim ki, Nikas Safrovun çox gözəl portretini işləmişdi Heydər Əliyevin. Ömər Eldarov da ümumi lider Heydər Əliyevin büstünü işləmişdir. Həm Bakıda, həm Naxçıvandakı heykəllərini büstünü işləmişdi. Başqa deməli Nikas Safrovdur, Tahir Salahovdur, Sakit Məmmədovdur, Rafael Abbasov da Heydər Əliyevin portretlərini, rəsm əsərlərini çəkmişdilər. Heydər oratoriyası Oqtay Rəcəbovundur, sözləri Rafael Hüseynovundur. Heydər oratoriyasını dinlədikdə parlaq şəxsiyyəti, musiqi və poeziyanın vəhdəti göz önünə gəlir oratoriyada. Daha sonra isə Heydər Əliyev haqqında yazılmış ilk monumental simfonik əsər də xalq artisti Arif Məlikovun 8-ci simfoniyasıdır. Bu simfoniya Əbədiyyat adlanır. Deyilənə görə Arif Məlikovla deməli Heydər Əliyev harasa gedibmişlər. Məkkəyə dedilər. Yəni səhv eləmirəmsə, orada yol yoldaşı olublar və Arif Məlikova deyib ki, mənə bir əsər yaz. O da qayıdandan sonra 8-ci simfoniyasını yazır. 7 simfoniyası var idi ondan qabaq. 8-ci simfoniyasında Heydər Əliyev həsr eləyir və adını da qoyur ki, Əbədiyyat adlanır adı da. Ulu Torpaq mahnısı Eldar Mansurov, musiqisi sözləri Nahid Hacızadənindir. Bayat Şiraz muğam üzərindədir. Sol minor tonallığındadır. 4/4 xanə ölçüyə malikdir. Musiqidə Hindistan mövzusu. Deməli, Hindistan mövzusuna Niyazi də müraciət etmişdi. Çitra baleti Cəvahirlər Nehru adına mükafata layiq görülmüşdü. Mikhail Abdullayev də Hindistanda ikinci görüş adlı silsilə əsəri var imiş. Hind gözəli rəsm əsərini çəkir. Burada Indira Gandhinin portretinin müəllifidir. Həmən işlədiyi silsiləyə görə Cəvahirlər Nehru adına mükafata layiq görülmüşdü. Sonra Tahir Salahov da Elbəy Rza Quliyev kimi məşhur rəssamlar da Hind mövzusunda əsərlər yazmışdı. Rabindranath Tagorun deməli rəsm əsərini yazmışdı. Ağa Səlim Quliyev, Toğrul Nərimanbəyov Hind lövhələri, Sultan Hacıbəyov Hind mövzusunda suita 1964-cü ildə yazmışdı. Sonralar bu suitadan istifadə etməklə Hind lövhələri adlı simfonik əsərini də yazmışdı. Məsələn, Sultan Hacıbəyovun Hind mövzusunda 2 dənə əsəri var imiş. Deməli, Hind mövzusunda suita və Hind lövhələri adlı simfonik əsər yaratmışdı. Hind suitasını 1964-cü ildə yazmışdı. May mahnısı var idi Rəşid Şəfəqin, sözləri Rüfət Əhmədzadənindir. Fa major tonallığındadır, rast muğam üzərindədir, 8/6 xanə ölçüsünə malikdir. Mahnı solo və yaxud da xorda oxumaq olur. Tələsmədən orta tempdə ifa edilir. Və burada musiqi lüğəti var. Çalışdığımız qədərilə bu lüğəti əzbərləyək, öyrənək ki, bizə sual düşəndə 8/6
Məsələn, xanə ölçüsü 6-8-lik xanə ölçüsündən ibarətdir. Onu bilək. Ansambl nəyə deyilir? Bir neçə musiqiçinin bir ifasına deyilir. Arazbaraz Azərbaycanın zərbi muğamıdır. Aşıq Mahnı Üzeyir Hacıbəyli 1913-cü ildə yazdığı operatdadır. Aşıq mahnıları aşıqların yaratdığı mahnılardır. Balet musiqili xoreoqrafik tamaşadır. Baletin librettosu nəsrlə yazılır, məzmunu. Və bunu çalışdığımız qədər əzbərləyək. Bu günlük bu qədər.